İnsan daxilən kəmala tərəf meyl edir. Gözəllik kəmalın bir nümunəsi olduğundan insan gözəl səs eşidəndə xoşhal olur. Gözəl mənzərə görəndə xoşhal olur. Gözəl surət görəndə xoşhal olur. Niyə? Çünki gözəllik kəmalın bir nümunəsidir. Fərəh və kədər. Hansı fərəh əgər bu kəmalın, bu gözəlliyin nümunəsi olarsa, insan ona tərəf meyl edər. Hansı kədər əgər bu gözəlliyin nümunəsi olarsa, insan o kədərə də meyl edər. Yəni, hansı kədəri insan gözəl görsə ona meyl edər, hansı fərəhi, hansı sevinci gözəl görsə, insan ona tərəf meyl edər. Amma birbaşa insan yalnız fərəhə, sevincə meyl etsin və yaxud yalnız kədərə meyl etsin deyə bir anlayış yoxdur. Nəyi gözəl görürsə insan ona tərəf meyl edir.